Dostlar, hər vaxtınız xeyir olsun. 27 dekabr inşallah qarşıdan gələn yeni il bayramımızı hər birinizi bir daha təbrik edirəm. Dəyərli dostlarımız, biz bu günə qədər necə işləmişik, bizi tanıyan dostlarımız bilir. İnşallah tanımayanlar da gələr yaxından tanış olaraq bilərlər biz alğı-satqını necədir. İnşallah hər kəsə Allah xeyirli maşın qismət eləsin. Bugün çəkilişimizin səbəbi çox bizdən ucuz maşın istəyirdilər. Bu günlərim gətirdim ucuz maşını sizlərə. 93-cü ilin 06-sı, karobkası 5, motor 06, sənədlər qaydasında, motorun kuzan nömrəsi yerində. Yəni çox suallara cavab olaraq bəri başdan deyirəm ki, biləsiniz. Dəyərli dostlarım, 1900 manat razılaşma yeri var, yaxınlaşa bilərsiniz. Maşınımızın karobkada, motorda yağ iməsi yoxdur, karobkada kullanması yoxdur. Təkərlərsə göz qabağında, üzü başı göz qabağında birazdan inşallah təqdimatı deyəcək. Və bu günlərin bax qoyduğumuz 2009-cu ilin Chevrolet Vivası satıldı. Gözəl qardaş, Allah xeyrini versin. Xeyirli uğurlu olsun inşallah. Dəyərli qardaşımız birbaşa gedir daşyasana. Allah var eləsin hər elimizə, hər obamızı Allah Taala şen eləsin. İnşallah kimdən nə alır, nə satırsa xeyrisi olsun. Və dəyərli dostlarımız, bu günlərim Gəncə şəhərində yarmarkada 27 dekabr çəkilişə qoyuram. İnşallah Nivanın vaxtında tez necə satdıqsa da mən sizə inanıram ki, bunun altında vaxtından tez gəlib aparasınız. Ətraflı zəhmət olmasa 16-nı çəkər. Yəni fikirləşərlər ki, bakaminaları yerindədir. Bakaminasını çəkməyə ehtiyac yoxdur. Salonu gördüyünüz kimi əl cəzrəsidir. İndi nə var, necə almışam o vəziyyətdə. Maşınımız barter olunub, daha doğrusu. Ona görə ucuz qiymətə təşrif edirəm ki, əl gəzdirmədən, yuduzdurmadan gəlib apararsınız. Əlaqə nömrə profildə var. Zəngə ehtiyac yox, birbaşa gəlirsiniz. Yeni Gəncə yarmarkanın yanına, salonumuza istədiyiniz maşına barter və yaxud da istədiyiniz qiymətə razılaşarıq inşallah. İstədiyiniz maşınları sizlərə təqdim edərəm. Allah hər birinizi var eləsin, hər birinizi gözləyirəm. Çox 1900-ə maşın axtaran dostlarımız gəlibdir, hazırdır. Gəlin aparın. Bağlayın getsin.